Sizdən hansınız Burla Xatundursa, irəli çıxsın. Sükut uzandı. Heç kim yerindən tərpənmədi. Burla Xatun qadınlara sarı baxıb önə çıxmaq istəyəndə bütün xanımlar irəli bir addım atdılar və eyni anda Mənəm Burla Xatun dedilər. Yad ellilər çaşdı. Çünki bir nəfər axtararkən qarşılarında bir elin bütün xatunları dayanmışdı. Hər birinin əlində də qılınc parlayırdı. Yad elli güldü. Qadın əli qılınca yatmaz dedi. Burla Xatunsa cavab verdi. Qılıncı əl yox. Ağıl idarə edərsə kəskin olar. Burla Xatun çadırların arasından keçəndə ayağı altındakı torpağa baxmışdı. Zəmin bərk deyildi. Külək də orada başqa cür əsirdi. Bundan istifadə etdi. Atını irəli, addım-addım geriyə çəkilən qadınların üstünə sürəndə düşmən tələyə düşdü. Yer ayağının altından qaçdı. Torpaq sürüşdü. Burla Xatun dedi. Bir addım daha atsanız qılınc öz sözünü deyəcək. Qılınclar bir anlıq günəşin qabağını tutdu. Hər şey o an həll olacaqdı.